Uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsimiz isimlə bağlı olacaq. Bu dərsimizdə sizə isimin quruluşçu növləri, ümumi və xüsusi isimlər, tək və cəm isimlər, eyni zamanda tək və cəm isimlərin içərisində verilən toplu isimlərdən danışacağıq. İlk olaraq isim haqqında danışaq. Uşaqlar, nitq hissələrinin əsas və köməkçi nitq hissəsi olması ilə bağlı videonu əvvəlki dərslərdə paylaşmışdım. Ümumi və xüsusi isimlər, tək və cəm isimlər, toplu isimlər isimlərin içərisində gedir və nitq hissəsi olaraq ismin konkret nə olduğu haqqında danışırıq burada. İsim əşyanın adını bildirən əsas nitq hissəsidir. Təbii ki, əsas nitq hissələrinin xüsusiyyətlərini və köməkçi nitq hissələrinin xüsusiyyətlərini artıq öyrənmisiniz. İsim nitq hissəsi olaraq ilk başladığımız nitq hissələrindən biridir. Çünki burada ad bildirən sözlərdən danışılır. Təbii ki, insan ilk olaraq anlayış kimi adlardan istifadə edib yarandığı vaxt adlar və feillərlə tanış olub. Buna görə də biz dilçiliyimizdə, ümumiyyətlə qrammatikada ilk olaraq nitq hissələrinin içərisində isimlərdən danışmağa başlayırıq. İsim əşyanın adını bildirir. Adından göründüyü kimi nitq hissəsinin adı isimdir. Və burada ad bildirən sözlərdən danışırıq. Burada əşyadan da, əşya və hərəkətdən də danışmaq lazımdır bu yerə çatanda. Demək ki, əşya və hərəkət nədir? Ümumiyyətlə, görürsünüzmü, ismi deyirik ki, əşyanın adını bildirir. Əşya məzmunu verən isimlər, ümumiyyətlə, biz dilimizdə insan anlayışıdır, yer anlayışıdır. Bunlara adi danışıqda və yaxud da təfəkkürümüzdə insanları əşya deyə adlandırmırıq. Amma unutmayın ki, qrammatikada insan da hər hansısa bir yerdə, eyni zamanda bildiyimiz əşyalar da, cansız əşyalar və yaxud da canlı varlıqlar hər biri qrammatikada əşya kimi gedir. İsim insan adları da bildirə bilir. Cansız varlıqların və yaxud da digər canlı varlıqların adlarını da bildirə bilir. Canlı və ya cansız. Eyni zamanda yer adları da bildirə bilir. Yəni, bunların hər birinə biz qrammatikada əşya deyirik. Yəni, adını bildirdiyi nə varsa ismin, hər bir şeyə biz qrammatikada əşya deyirik. İnsan da əşya olur, canlı və cansız varlıqlar da əşya kimi hesab olunur, yer adları da, yerlər də əşya kimi hesab olunur. İnsan adları bildirən isimlər kim sualına cavab verirlər? Canlı və ya cansız varlıqların adlarını bildirən isimlər nə sualına cavab verirlər? Yer adları bildirən isimlər isə hara suallarına cavab verirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, uşaqlar, bu sualların hər biri özünün məzmununa əsasən qruplaşdırılır. İnsan adlarına kim deyirik? Biz hər hansısa bir varlığın, canlı və ya cansız varlığın, eyni zamanda yer adları bildirən sözlərə kim sualını verə bilmərik. Hər bir sualın da özünün xüsusiyyətləri var. İmtahanda tez-tez düşür bunlar. Məsələn, hansı isim nə sualına cavab verir, hansı isim hara sualına cavab verir. Yəni, bu tipli sualların hər birini biz məzmuna əsasən götürürük. Eyni zamanda, uşaqlar, bir nitq hissəsini tapmaq üçün ən yaxşı variant və yaxud da hər hansısa bir sözün hansı nitq hissəsinə aid olduğunu tapmaq üçün ən yaxşı variant ona sual verməkdir. Əgər təklikdə həmin sözə sual verə bilmirsinizsə, bu ən çox zərflərdə, saylarda, bir də sifətlərdə olur. Çünki uşaqlar bunu qarışdırırlar. İsim və sifət kimi işlənə bilən bəzi sözlər də var ki, məsələn, sifət isimləşdikdə və yaxud da isim sifətləşdikdə bu tipli hallarda uşaqlar bunu qarışdırırlar. Ən yaxşı variant sözə sual verməkdir, nitq hissəsini tapmaq üçün. Əgər təklikdə sözə sual verib, onun hansı nitq hissəsinə aid olduğunu tapa bilmirsinizsə, o zaman çıxış yolu kimi onu cümlədə işlətməkdir. Cümlədə işlədim və cümlədə işlədəndə hansı suala cavab verirsə həmin söz, bu halda siz onu hansı nitq hissəsi aid olduğunu götürə bilərsiniz və yaxud da aidlik məzmunundan tapa bilərsiniz. Çünki elə sözlər var ki, məsələn, isimlər sifətləşdikdə və yaxud da sifət isimləşdikdə öz xüsusiyyətlərini qismən itirir. Sadəcə adını saxlayır da deyirik. Bu tipli hallarda cümlədə işlətməkdə bizə kifayət eləmir. Onun aidliyinə baxırıq. Yəni, isimlər birbaşa ad məzmunu ilə çıxış eləyirlər, amma sifətlərdir, saylardır, zərflərdir, bunlar aidlik məzmunu ilə çıxış eləyirlər. Çünki sifətlə sayı biz isimlərə aid eləyirik. Əşyanın miqdarını və yaxud da əşyanın əlamətini və keyfiyyətini bildirirlər. Əşyanın qabağında işlətməliyik biz onu ki, konkret olaraq sualını tapaq. Eyni zamanda saylar da sifətlərindən eyni xüsusiyyət daşıyırlar.
Zərf də hərəkətə aid olan bir nitq hissəsidir. İndi onlar haqqında ətraflı şəkildə danışanda və ümumi morfoloji məsələlərdən danışanda bunlara toxunacağam. Yenə də qeyd edirəm, əgər əşyanın, üzr istəyirəm, hansısa bir sözün hansı nitq hissəsinə aid olduğunu tapmaq üçün ən yaxşı variant həmin nitq hissəsinin sualını vermək. Sual verirsiniz sözə. Həmin sual hansı nitq hissəsinin sualıdırsa, demək ki, həmin söz o nitq hissəsinə aid olan sözdür. Belə. İnsan adları bildirən isimlərdən danışaq. İnsan adları bildirən isimlər kim sualına cavab verirlər? İnsanlara verilən adlardır, xüsusi adlardır. Məsələn, Aygüldür, Bənövşədir, daha sonra məsələn, Nərgizdir, Aydandır, Xəyaldır. Bu tipli sözlərin hər biri, düzdür, adi insan adları kimi işlənməyə də bilər bu isimlər, amma əgər insan nəzərdə tuturuqsa və yaxud da böyük hərflə yazırıqsa bunu, çünki xüsusi isimlər insan adlarına daxildir. İnsan adları xüsusi isim kimi işlənirlər və eyni zamanda cümlənin harasında olur olsun böyük hərflə yazılırlar. Bu tipli sözlərə biz kim sualını veririk. Canlı və ya cansız varlıqlar nə nəzərdə tutulur? Bilirsiniz, təbiət fənlərində canlı və cansız aləm var. Canlı aləmə biz bitkiləri, heyvanları aid eləyirik. Bunların hər birini canlı varlıqlar kimi götürürük. Ağaclar, bitkilər, bunlar da canlı aləm kimi gedir. Amma qrammatikada biz heyvanları canlı kimi götürürük. Lakin bitkilərdir, daha sonra ağaclardır, bu tipli hamısı bitkinin içərisində gedir. Bunların hər birini biz cansız varlıq kimi götürürük. Bunların da adları, məsələn, ağac adıdır, daha sonra heyvan adıdır, gül adıdır. Bunların hər birini biz cansız varlıq və yaxud da canlı varlıq kimi götürərək nə sualını veririk. Yer adlarına da bildiyimiz rayon, şəhər, kənd, qəsəbə adları, eyni zamanda ölkə adları, muxtar respublika adları, bunların hər birini biz yer adları kimi götürürük və xüsusi isim kimi sayırıq. Güman ki, ismin nə olması haqqında ümumi məsələlərə toxunduqdan sonra isim sizə aydın oldu. İndi keçirik növbəti hissəyə. Bunu silək, silinməyib. Aha. İsmin quruluşca növləri. Uşaqlar, hər bir nitq hissəsi, əsas nitq hissəsi quruluşa görə 3 cür olurlar. 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə nitq hissələri bilirik. Ümumiyyətlə sözlərin quruluşca növlərini biz sizlə əvvəlki dərslərdə keçmişik. Sözlər neçə cür olurlar quruluşca? 3 cür olurlar. Sadə, düzəltmə və mürəkkəb. Hər bir əsas nitq hissəsi də bu quruluşu gözləyir. Yəni, həm sadəliyi olur, həm düzəltməliyi olur, həm də mürəkkəbliyi olur. Əslində, bu mövzu ilə siz tanışsınız. Sadəcə olaraq isim olan sözlərin, konkret olaraq isim olan sözlərin sadə, düzəltmə və mürəkkəb olmasına toxunacağıq. Necə ki, biz sadə sözlərdə deyirdik ki, sadə sözlər kökdən və qrammatik şəkilçidən ibarət olurlar. İsimlər də sadəcə ya kökdən ibarət olurlar, ya da qrammatik şəkilçidən ibarət olurlar. Məsələn, ismə məxsus olan xüsusi şəkilçilər var. İsmin kateqoriyaları var. İndi onlar haqqında da danışacağam sizinlə. Uşaqlar, ismin kateqoriyaları Kateqoriyalar birinci olaraq cəmlənməkdir. Yəni, isim cəmlənə bilir. Kateqoriya nə deməkdir? Yəni, ismə məxsus xüsusiyyətlər. Bunu ismə məxsus xüsusiyyətlər kimi anlasaz daha yaxşı olar. Yəni, ismin özünə məxsus xüsusiyyətləri. İsim cəmlənə bilir, hallana bilir. Daha sonra mənsubiyyət qəbul edə bilir. Ümumilik və xüsusilik ola bilir ismin məzmununda. Daha sonra konkretlik və mücərrədlik ola bilir. Eyni zamanda xəbərlik şəkilçisi qəbul edə bilir. Yəni, bu 6 kateqoriya ismə məxsus xüsusi kateqoriyalardır. Və ismə məxsus olan bu xüsusi kateqoriyaların hər birinin özünə məxsus xüsusiyyətləri var. Təbii ki, qrammatik cəhətdən də özünü göstərən kateqoriyalar var. Qrammatik cəhətdən, yəni qrammatik xüsusiyyəti olan kateqoriyalarımız
cəmdir, hallanmadır, mənsubiyyətə görə dəyişmədir və xəbərlik kateqoriyasıdır. Qrammatik göstəriciləri var. Qrammatik göstərici nə deməkdir? Yazıram burada qrammatik göstərici. Qrammatik göstərici şəkilçi anlayışını verir. Şəkilçi. Yəni, cəmlənmədir, hallanmadır, mənsubiyyətə görə dəyişmədir, bir də xəbərliyə görə dəyişmədir. Bunların özlərinin xüsusi şəkilçisi var. Cəm şəkilçilərindən biz cəm şəkilçisindən istifadə edirik. Məsələn, lailər şəkilçisi. Hallanma. Hər bir halın adlı xal çıxmaq şərti ilə yerdə qalır 5 dənə hal. Yiyəlik, yönlük, təsirli, yerlik və çıxışlı hallar. Bunların hər birinin özünün xüsusi şəkilçisi var. Mənsubiyyətə görə dəyişmədə hər bir şəxsin tək və cəm olmaqla özünün xüsusi mənsubiyyət şəkilçiləri var. Xəbərlik də onun kimi hər bir şəxsin özünün xüsusi xəbərli şəkilçiləri var. Şəxs şəkilçiləri də deyə bilərsiniz buna qismən. Deməli, uşaqlar, bu 4 xüsusiyyətin cəm, hallanma, mənsubiyyət və xəbərliyin özünün xüsusi şəkilçiləri var. Amma yerdə qalan 2 xüsusiyyət, yəni ümumilik və xüsusilik, eyni zamanda konkretlik və mücərrədlik, bunların xüsusi göstəricisi, qrammatik göstəricisi yoxdur. Qrammatik göstərici deyəndə də şəkilçini nəzərdə tuturuq. Yəni, sözün özünün xüsusi məzmununa baxırıq biz ki, burada məzmunda ümumilik və xüsusilik varmı? Eyni zamanda konkretlik və mücərrədlik varmı? Bu cəhətdən biz, yəni məzmun cəhətdən o sözə yanaşırıq. Amma digər 4 xüsusiyyətdə isə hər birində şəkilçi olduğuna görə rahatlıqla şəkilçini gördükdən sonra biz onlara konkret olaraq ad verə bilirik ki, məsələn, bu cəmlənib, sonra hallanıb, mənsubiyyətə görə dəyişib və yaxud da xəbərli şəkilçisi qəbul edib. Bu xüsusiyyətlərin hər birini zaman ərzində keçəcəyi, yəni tam şəkildə aydın olacaq sizə bunlar. İndi sizinlə danışmaq istədiyim cəhət nə idi? İsmin quruluşca növləri idi. Uşaqlar, ismə məxsus olan bu kateqoriyaların şəkilçiləri, indi hansıların ki şəkilçiləri var, bu 4 kateqoriyanın şəkilçiləri var idi. Bu şəkilçilərin hər biri qrammatik şəkilçilərdir. Qrammatik. Yəni, əgər söz cəmlənibsə, hallanıbsa, mənsubiyyətə görə dəyişibsə və yaxud da xəbərli şəkilçisi qəbul edibsə, üstündə qrammatik şəkilçi var deməkdir. Və əgər sözün özündə qrammatik şəkilçi oldusa, yalnız qrammatik şəkilçi varsa, həmin sözə siz sadə söz deyəcəksiniz. Məsələn, əgər mən deyirəmsə ki, tutaq ki, kitablar. Bu söz yalnız kökdən və lailər şəkilçisindən ibarətdir. Lailər şəkilçisi də qrammatik şəkilçi olduğuna görə deyəcək ki, bu söz quruluşca sadə sözdür. Və yaxud da deyirəm ki, tutaq ki, gülüm. Gül kökdür, ümum şəkilçisidir, mənsubiyyət şəkilçisidir. Buna da deyəcəyik ki, bu söz sadə sözdür. Daha sonra hallanma cəhətdən də deyək. Tutaq ki, evə getdim. Ev sözün köküdür, Aə şəkilçisi yönlük halın şəkilçisidir. Yalnız hal şəkilçisi var sözün üstündə. Buna da biz sadə söz deyəcəyik. Və yaxud da deyirəm ki, qələmdir. Dırdır şəkilçisi. Xəbərli şəkilçisidir. Deyəcək ki, yalnız qrammatik şəkilçi olduğuna görə bu söz də sadə sözdür. Eyni zamanda uşaqlar, bu şəkilçilərin hamısı eyni sözün üstündə də işlənə bilər. Kitab sözündə məsələn işlədirəm bu sözü. Kitablarımdandır kimi işlədirəm. Burada kitab sözün kökü, lar cəm şəkilçisi, ımim mənsubiyyət şəkilçisi, dandən şəkilçisi, hal şəkilçisi qrammatik şəkilçidir, dırdır şəkilçisi də xəbərli şəkilçidir. Sözün üstündə ancaq qrammatik şəkilçilər var. Deyəcək ki, bu sözdə sadə sözdür. Ümumiyyətlə, uşaqlar, ismin xüsusi şəkilçiləri, yəni kateqoriyalarının şəkilçiləri ardıcıllıqla, burada da qeyd eləmişik, cəm şəkilçisi birinci işlənir. Yəni, sözə qoşulanda ilk olaraq cəm şəkilçisi qoşulmalıdır. Bu şəkilçiləri ardıcıllığında, yəni. Sonra mənsubiyyət qoşulmalıdır. Daha sonra hal qoşulmalıdır. Ən son olaraq xəbərlik şəkilçiləri qoşulmalıdır. Əgər bu şəkilçilərdən hər hansısa biri sözün üstündə yoxdursa, ondan sonraki şəkilçi qoşula bilər. Məsələn, söz mənsubiyyət şəkilçisi qəbul etməyəcəksə, bu zaman cəmdən sonra hal şəkilçisini artırırıq sözə, daha sonra xəbərlik. Və yaxud da xəbərlik şəkilçisi olmasa,
cəm və hal şəkilçisini artırırıq. Yəni ardıcıllıq pozulmur. Bunların ardıcıllığı pozulmur. Sözə birinci xəbərlik, daha sonra hal şəkilçisi artırıla bilməz. Haldan sonra xəbərliyi artırılmalıdır. Əgər hal yoxdursa, o zaman olmadığı halda xəbərliyi artıra bilərik. Özündən sonrakını artıra bilərik. Belə. Sonra gəlirik düzəltmə isimlərə. Düzəltmə isimlərdə uşaqlar, necə ki biz adi sözlərin quruluşunda demişdik, düzəltmə. Adi sözlərdə də düzəltməlik nə ilə göstərilirdi? Kök və leksik şəkilçilərlə. Yəni, əgər sözün üstündə ən azı bir dənə də olsun leksik şəkilçi varsa və sözün özü bir kökdən ibarətdirsə, bu tipli sözlərə biz düzəltmə sözlər deyirdik. Eyni zamanda isimlərdə də bu belədir. Əgər söz bir kökdən ibarətdirsə və üstündə ən azı bir dənə leksik şəkilçi varsa, söz özü isimdirsə, bu zaman biz onu düzəltmə isim kimi götürürük. Məsələn, İgid sözü kökdür. Sifətli nitq hissəsi olaraq üstünə 52 artırmışam və sifətdən isim yaratmışam. Nəticədə bu söz özü isimə çevrilib, isim olub. Daha sonra məsələn deyirəm bağça sözündə bağ sözün kökü, ça şəkilçisini artırmışam, isim idi söz. Üstünə çanı artırandan sonra yenidən isim yaratdıq. Bu tipli sözlərə üstündə leksik şəkilçi olduğuna görə düzəltmə isimlər deyəcəyik. Təbii ki, isimdir nitq hissəsi olaraq, amma düzəltmə sözləri keçdiyimizdə dediyimiz qayda kimi burada da əgər sözün üstündə leksik şəkilçi varsa ən azı bir dənə, üstündə nə qədər qrammatik şəkilçi olur olsun, fərqi yoxdur. Qrammatik şəkilçi də gələ bilər də leksik şəkilçidən sonra sözdə. Əgər mən onun üstündə leksik şəkilçini görürəmsə, o söz onsuz da düzəltmə söz sayılır. Məsələn, igid, liyin. Burada igid sözün köküdür. Lik, lıqlik şəkilçisidir. Çısı yıya çevrilib, çünki özündən sonra saitlə başlayan söz gəlib. Inin şəkilçisi də həm mənsubiyyə şəkilçisi kimi sayıla bilər. Sənin igidliyin. Eyni zamanda igidliyin cəsarəti, məsələn, bu tipli işlətsəm, burada yəlik hal kimi də düşünə bilərik. Inin şəkilçisi həm yəlik hal, həm də mənsubiyyə şəkilçisi kimi işlənə bilir. Yəni, bu hallarda bu tipli ının şəkilçili sözləri biz iki cür düşünə bilərik. Baxır işləndiyi yerə, işləndiyi məqama. Burada da həm leksik, həm qrammatik şəkilçi qəbul edib söz, amma üstündə ən azı bir dənə leksik şəkilçi varmı? Var. Təbii ki, olduğu halda da biz buna düzəltmə söz deyəcəyik. Növbəti olaraq mürəkkəb sözlərdən danışırıq. Mürəkkəb. Mürəkkəb isimlərdə iki və daha artıq sözün birləşməsindən yaranırlar. Mürəkkəb isimlərdə əsas xüsusiyyətlərdən biri uşaqlar. Tərəflərini təşkil edən sözlərin birləşərək bir məna ifadə etməsi, amma həmin o mənanın tərəflərini təşkil edən sözlərlə əlaqəli olmasıdır. Yəni, bunu nə deməkdir? Məsələn, iki söz birləşib, tutaq ki, it burnu sözü, bu isimlərdə ən çox özünü göstərən xüsusiyyətdir. İki söz birləşib, kökdür, burun sözündə də əslində mənsubiyyət tərəflərindən biri mənsubiyyət şəkilçili söz işlənib burada. Mənsubiyyət şəkilçisi qeyd olunub, amma burnu sözündə mənsubiyyət şəkilçisini qəbul edəndən sonra yerdə kök qalmır. Kök qalmadığına görə bunu bütöv şəkildə kök kimi götürürük biz. İki sözün birləşməsindən yaranıb və bunun mənası meyvə deməkdir də. Meyvə. Meşə meyvələrinə aiddir bu. Gilə meyvə kimi də götürə bilərik. İt burnu sözündə ümumiyyətlə bu meyvə adı bildirsə belə it və burun sözü ilə əlaqəli bir sözdür. Çünki o itin burnuna bənzədiyinə görə ona o adı verilib. Və yaxud da dəvə dabanı. Bu tipi sözlərdə də dəvə ilə daban sözündən yaranıb. I şəkilçisi, mənsubiyyət şəkilçisidir. Burada da dəvə dabanı bitki adı olsa belə tərəflərini təşkil edən bu iki söz həmin o bitki ilə əlaqəlidir. Çünki dəvə dabanı bitkisi özü dəvənin dabanına bənzəyir. Ona görə ona bu adı verilib. Eyni zamanda məsələn çoban yastığıdır, qaragilədir. Bu tipli sözlərin hər birini biz mürəkkəb isimlər götürürük və onların tərəflərini təşkil edən sözlərin sözün özü ilə birbaşa əlaqəsi olur, mənası olur. Belə. Ümid eləyirəm ki, leksik və qrammatik şəkilçilər haqqında tam şəkildə sizə fikrimi çatdıra bildim. Ümumiyyətlə yadınızda saxlayın ki, üstündə əgər ancaq qrammatik şəkilçi varsa sözün, onu biz sadə söz götürürük.
Yalnız bir dənə də olsa leksik şəkilçi olursa, çox da ola bilər. Amma bir dənə də olsun leksik şəkilçi varsa və söz bir kökdən ibarətdirsə, bu tipli sözlərə də biz düzəltmə sözlər deyirik. Yəni qrammatik şəkilçi leksik şəkilçidən sonra artırıldıqda onun quruluşca növünü dəyişdirə bilmir. Gəlirik növbəti olaraq ümumi və xüsusi isimlərə. Ümumi və xüsusi isimlər. Ümumi və xüsusi isimlərdə məzmun cəhətdən isimlərdə fərqləndirilən kateqoriyalardan biridir. Yəni biz məzmuna əsasən həmin sözləri fərqləndiririk. Ümumi isimlər nədir? Eyni cinsli varlıqlara verilən ümumi adlardır. Yəni o varlıqdan tək deyil, çoxdur. Amma xüsusi isimlərsə eyni cinsli varlıqları bir-birindən fərqləndirmək üçün verilən adlara deyilir. Məsələn, mən eyni cinsli varlıq deyirəm, tutaq ki, qız. Qız, bütün qızlara qız deyirik biz. Qadın cinsinə məxsus olan qızlara qız deyirik, qadınlara qız deyirik biz. Amma onların hər birinə xüsusi olaraq fərqləndirir. Məsələn, qız deyirəmsə, bilmirəm hansı qız nəzərdə tutulur. Amma ayan deyirəmsə, konkret olaraq mən ayanı nəzərdə tuturam. Bu artıq xüsusiləşir, xüsusi isim olur. Daha sonra məsələn deyirəm it. Bu bütün itlərə verilmiş addır. Amma mən o itlərdən birini fərqləndirib ona toplan adını verirəm. Bu artıq xüsusi isimə çevrilir. Daha sonra məsələn deyirəm şəhər. Bu olur bütün şəhərlərə verdiyim ad. Ümumi isimdir. Amma Bakı şəhərini deyəndə artıq mən bütün şəhərlərdən Bakı şəhərini fərqləndirərək ona xüsusi bir ad vermişəm. Yəni bu tipli isimlərə biz ümumi isimlər deyirik. Eyni cinsli varlıqlara verilən adlar. Amma eyni cinsli varlıqları bir-birindən fərqləndirmək üçün onların hər birinə ayrı-ayrı ad veririksə, bu olur artıq xüsusi isimlər, xüsusiləşmiş isimlər. Uşaqlar, ümumi isimlərlə xüsusi isimlər bir-biri arasında da əlaqə yarada bilirlər. Yəni elə sözlər var ki, ümumi isimdilər, amma xüsusi isim kimi işlənirlər. Elə isimlər də var ki, xüsusi isimdir, ümumiləşdirilərək işlənə bilirlər. Məsələn, uşaqlar, Yasəmən sözü, Yasəmən sözü ümumi isimdir. Çünki bütün yer kürəsində olan güllərə, yəni Yasəmən bitkisinə, hamısına Yasəmən deyirik biz. Bu ümumi isimdir. Amma mən onu insan adı kimi işlədirəmsə, adam adına çevirirəmsə, buna mən Yasəmən adını verəndə böyük hərflə yazıram və insan adına çevirirəm mən. Yəni bu əslində olaraq ilk olaraq necə yaranıb? Ümumi isim kimi yaranıb, gülə verilib bu ad. Daha sonra isə çevrilib adam adına. Yəni ümumi isim xüsusi isimə keçib. Təkcə Yasəmən sözü yox, məsələn qızılgül sözü də bura daxildir, bənövşə sözü də bura daxildir, qərənfil də. Bu tipli sözlərin hər birində biz ümumi isimləri xüsusi isimlərə çevirmişik. Bir də olur ki, xüsusi isim olur söz. Məsələn, yer adı olur. Tutaq ki, Slavyanka. Slavyanka kənd adıdır, Gədəbəy kəndlərindən biridir. Məsələn, bu ad əvvəlcə kənd adı olaraq işlədilib. Amma mən onu və məsələn orada su istehsal olunur, bilirsiniz, yəqin ki, çoxumuz tanışıq bundan. Su istehsal olunur və suya verilir bu ad. Suyun markasının adı kimi göstərilir. Və onu biz artıq suya verdikdən sonra bunu ümumiləşdiririk. Ümumi ad kimi. Məsələn, deyirəm ki, süfrəyə 3 dənə Slavyanka qoyulmuşdu, yəni su qoyulmuşdu, suyun adı kimi işlədirəm. Bunu artıq mən ümumiləşdirirəm, ümumi isim kimi işlədirəm. Və yaxud da digər, məsələn, su adları var. Məsələn, badamlı sözü var. Badamlı da onun kimidir. Və yaxud da, məsələn, hansı sözləri götürək? Mormor suyu var, adı. Məsələn, onu da biz xüsusi isimdən ümumi isimə keçirmişik.
Yəni yadınızda qalsın ki, ümumi isimlər xüsusi ismə çevrilə bilirlər. Xüsusi isimlər də ümumi ismə çevrilə bilirlər. Müəyyən yerlərdən əlaqəlidir bu. Bir də uşaqlar, ümumi və xüsusi isimlərdən danışanda bəzi xüsusiyyətləri var ki, məsələn, elə sözlər var ki, başqa nitq hissəsidir. Onları biz adam adı kimi işlədirik. Onları adam adı kimi işlədəndə onlar artıq xüsusi ismə çevrilirlər. Məsələn, qorxmaz sözüdür, coşqun sözüdür, gülər sözüdür, anar. Bunlar nitq hissəsi olaraq, məsələn, qorxmaz sözü sifətli nitq hissəsi olaraq adi vəziyyətdə işlənəndə. Coşqun sözü, məsələn, coşqun dəniz, necə dəniz? Bu da sifətli nitq hissəsi olaraq. Gülər, bu feildir. Anar sözü, bu da feildir. Nə edər anar? Bunların hər biri adi vəziyyətdə işlənəndə, adi söz kimi işlənəndə fərqli nitq hissələrdirlər. Amma mən bu nitq hissələrini xüsusi ismə çevirərək adam adı kimi işlədirəm. Xüsusi isim. Məsələn, deyirəm ki, qorxmaz adam adı kimi işlədirəm. Qorxmaz gəldi. Artıq burada mən bunu insan adı kimi işlətmişəm, xüsusi ismə çevirmişəm. Coşqun əlaçıdır. Daha sonra gülər dərs oxuyur. Anar birincidir. Bu tipli nümunələrin hər birində bu sözlər adam adı kimi işləniblər. Amma yadınızda qalsın uşaqlar, bu sözlər adam adı kimi işlənəndə xüsusi isim götürülürlər. Çünki kim sualına cavab verirlər. Bax, qorxmaz gəldi kim? Bu kim sualına cavab verdiyi halda mən bunu başqa nitq hissəsi deyə bilmərəm. Bunu mən xüsusi isim, ancaq xüsusi isim kimi işlənirlər. Amma adi vəziyyətdə işlənəndə bunlar başqa nitq hissəsidirlər. Yəni bunları biz ümumi isim kimi işlədə bilmirik. Ümumi isim kimi mən işlədə bilmirəm. Ümumi isim kimi işlədə bilərəm hansı sözü? Məsələn, bayaq nümunə yazdım sizə. Yasəmən sözünü. Yasəmən sözü adi vəziyyətdə də nə sualına cavab verir? Gül adı bildirir də burada. Amma adam adı bildirəndə də kim sualına cavab verir? Bax, nə? Məsələn, Yasəmən dərdim, nə dərdim? Yasəmən dərdim. Burada nə sualına cavab verir? Ümumi isimdir. Yasəmən gəldi, kim gəldi? Burada da kim sualına cavab verir? Adam adı bildirir. Adam adı bildirdiyinə görə də mən buna xüsusi isim deyirəm. Amma yenə də deyirəm, bu tipli nümunələrdə birinci yazdığım qorxmaz, coşqun, gülər, anar, bu tipli və s. Buna bənzər digər sözlər də var, çox sözlər var. Bu tipli sözlərdə siz bunları deyəcəksiniz ki, bunlar ümumi isim kimi işlənə bilmirlər. Bunlar ancaq öz nitq hissələri kimi işlənə bilirlər. Adi vəziyyətdə işlənəndə. Bunlar yalnız xüsusi isim kimi işlənə bilirlər insan adı bildirdikdə. Belə. Bunlar da testlərə çox düşən fikirlərdən biridir. Test tapşırıqlarının əsas mövzularından biridir. Ümumi və xüsusi isimlərdə. Ona görə bu cəhətə də toxunmaq istədim. Sonra gəlirik uşaqlar tək və cəm isimlərə. Tək və cəm isimlərdə əşyanın bir və yaxud da birdən çox olmasını bildirən isimlər arasında bölüşdürülən kateqoriyalardan biridir. Tək və cəm isimlər yazaq və cəm isimlər. Tək isimlər əşyanın tək olduğunu bildirir. Cəm isimlər isə çox olduğunu bildirir. Cəmliyin göstəricisi, xüsusi göstəricisi uşaqlar. Lar, lər şəkilçisidir. Cəmliyin xüsusi göstəricisi lar, lər şəkilçisidir. Əgər sözün üzərində lar, lər şəkilçisini görürsünüzsə, bu halda siz o ismə cəm isim deyəcəksiniz. Əgər sözün üstündə lar, lər şəkilçisi yoxdursa, bunlara biz cəm isimlər deməyəcəyik, tək isimlər deyəcəyik. Məsələn, tutaq ki, kitab deyirəm,
Kitab. Elə hər dəfə də kitab sözünü yazıram nümunə kimi. Çünki ən çox işlətdiyimiz sözlərdən biridir. Ona görə bu sözü daha çox işlədirəm. Kitab sözü təklikdə işlənib. Çünki üstündə larlər şəkilçisi yoxdur. Larlər şəkilçisi görmədinsə, mən buna deyəcəm ki, bu söz təkdə işlənib. Bir də deyirəm kitablar. Burada isə larlər şəkilçisi artırılıb sözə. Artırıldığına görə də bunu mən cəm isim kimi götürəcəm. Ümumiyyətlə yadınızda qalsın. Əgər larlər şəkilçisi sözün üstündə yoxdursa, mən onu cəm isim kimi götürə bilmərəm. Cəm isminin xüsusi göstəricisi larlər şəkilçisidir. Toplu isimlərdən danışacağam indi. Toplu isimlərdə bunu daha aydın şəkildə başa düşəcəksiniz. Uşaqlar, toplu isimlər yəqin ki, tək və cəmdə qaranlıq qalan hər hansısa bir məqam olmayacaq sizə. Çünki onsuz da larlər şəkilçisini hamımız ibtidai sinifdən bəri tanışıq. Larlər şəkilçisi oldusa, amma ismin üstündə olmalıdır ha uşaqlar. Buna da diqqət eləyin. Çünki larlər şəkilçisi feilin də üstündə işlənə bilir. Əgər feilin üstündə siz larlər şəkilçisi görürsünüzsə, təbii ki, sual verəcəksiniz də sözə. Sual verirsiniz. Əgər söz feildirsə, üstündə larlər şəkilçisi görürsünüzsə, onu siz artıq cəmlənmiş kimi götürməyəcəksiniz. O şəxs sonluğudur. Onun üstündə olan larlər şəkilçisi bu larlər şəkilçisi ilə amonim şəkilçisidir. Eyni şəkilçi deyil. Fərqli şəkilçilər. Onlar cəmlik məzmunu vermirlər. Məsələn, deyirəm ki, gəldilər. Gəldilər. Burada larlər şəkilçisini nə etdilər? Gəldilər. Sən cəm isim kimi götürə bilməzsən bunu. Bu feilin üstünə artırılmış şəkilçidir. Sən ismin üstündə axtaracaqsan, ismin cəmlik şəkilçisini və yaxud da isimləşmiş hər hansısa sözlər üstündə axtara bilərsən. İsmə çevrilmiş, məsələn, sifət də cəmlənə bilir, say da cəmlənə bilir. Belə. Gəlirik toplu isimlərə. Toplu isimlər isə məzmununda çoxluq anlayışı olan isimlərdir. Məzmununda çoxluq anlayışı olur. Məsələn, uşaqlar, sürü sözünü deyirəm. Cəmaət sözünü deyirəm. Əhali. Alay. Və s. Bu tipli sözlərin hər birinin məzmununda çoxluq anlayışı var. Mən bir nəfərə, məsələn, cəmaət deyə bilmərəm. Gərək çox olsun orada adam ki, mən ona cəmaət deyəm. Daha sonra, məsələn, bir dənə qoyuna mən sürü deyə bilmərəm. Gərək içərisində ən azı bir 10 dənə qoyun olsun ki, mən ona sürü deyim. Sonra, məsələn, əhali də onun kimi. Alay da elə toplu insan toplusuna deyilir. Bir insana mən alay deyə bilmərəm. Çoxlu insan olmalıdır ki, orada alay sözünü işlədə biləm mən. Amma uşaqlar, bu sözlərin tərkibində çoxluq anlayışı olsa belə biz bunları cəm isim götürmürük. Cəmin göstəricisi nə idi? Larlər şəkilçisi idi, düzdür? Bunları larlər şəkilçisi ilə işlədə bilmirəmsə, yəni bunların üstündə larlər şəkilçisi görmürəmsə, mən bunlara tək isim deyəcəm. Əgər mən larlər şəkilçisi artıraramsa, təbii ki, cəmaatla əhali sözündə uşaqlar larlər şəkilçisi ümumiyyətlə işlənmir. Çünki cəmaatlar və əhalilər deyə bilmirəm mən. Əhali və cəmaat sözləri cəmlənməz, ümumiyyətlə cəmlənməzlər. Yəni bunlar yalnız tək isim kimi işlənirlər. Düzdür, toplu isimdilər, məzmununda çoxluq var. Amma üstündə larlər qəbul edə bilmədiklərinə görə bunlara mən tək deyəcəm. Hər zaman tək olurlar bunlar, cəmlənə bilmirlər. Amma yerdə qalan digər sözlər, digər toplu isimlər, təbii ki, larlər şəkilçisi qəbul edərsə, üstündə larlər şəkilçisi görəcəmsə, mən ona cəm isim deyəcəm. Həm toplu, həm də cəm isim olacaq o. Yox, əgər cəm şəkilçisi olmayacaqsa, məsələn, deyirəm ki, sürü dağı aşdı. Aşdı. Baxın, burada sürü sözünün üstündə larlər şəkilçisini işlətməmişəm mən. İşlətmədiyimə görə də mən buna tək isim deyəcəm. Amma desəm ki, sürülər dağdan endi, bu zaman artıq larlər şəkilçisini gördüyümə görə mən buna deyəcəm, bu cəm isimdir. Belə. Yəni, toplu isimlərdə əslində, tərkibində, məzmununda çoxluq anlayışı olsa belə tək isimlər sayılırlar. Əgər üstünə larlər şəkilçisi əlavə eləyə biliriksə, əlavə olunursa, bu zaman biz onlara cəm isim deyəcəyik. Amma istisna olaraq əhali və cəmaat sözlərini ümumiyyətlə cəmdə işlətmək olmur. Mümkün deyil. Qrammatik cəhətdən bu düzgün deyil. Uyğunlaşmır.
Ona görə əhali və cəmaət sözləri isə yalnız və yalnız tək isim kimi işlənə bilirlər, cəmlənə bilmirlər, cəm isim kimi ola bilmirlər. Bu qədər uşaqlar, ümid edirəm ki, qaydamızdan çox şey öyrəndiniz. Öyrənə bilmədiyiniz hər hansısa bir şey varsa bu qayda ilə bağlı və yaxud da digər keçdiyimiz qaydalarla bağlı rəy hissəsində bununla bağlı suallarınızı yaza bilərsiniz. Mütləq şəkildə cavablandıracağam, cavablandırmağa çalışacağam suallarınızı. Sağ olun, hələlik.